Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə toyuqlarda qıx olanda onları nə ilə müalicə etmək lazımdır, o haqqda danışıb məlumat vermək istərdim. Yəni bu bir çox səbəblərdən olur toyuqlarda qıx. Bu haqqda da danışıb, yəni məlumat vermək istərdim ki, hansı dərmanları vermək lazımdır. Deməli əziz izləyicilər, əgər kanalımıza abunə deyilsinizsə abunə olun, videolarımıza da like qoyun. Çünki biri-birindən faydalı videolar gəlir. Belə, indi keçəyin mövzumuza. Yəni bu toyuqlarda qıx olmağı toyuqda cücədə bir çox səbəblərdən ola bilər. Birincisi, yəni toyuğun əgər qurdu varsa, bu qıx ola bilər. Yəni qurd boğazında və bağırsağında olarsa, toyuqlar qıqqıldaya, xırıldaya bilərlər də, yəni qıx eləyə bilərlər. Bunun üçün toyuqlara təbii ki, qurd dərmanı vermək lazımdır. Bizim kanallarımızda səhv etmirəmsə var. Quşlar TV-də çoxdur. Qurd dərmanı haqqında hansı qurd dərmanını vermək lazımdır. Burada isə təbii ki var. İndi baxacağam, olmasa o haqqda da yenə bir məlumat. Burada qurd dərmanı haqqında və qurd dərmanı neçə aydan bir vermək lazımdır. O haqqda video çəkib paylaşacağam. Yəni qurd dərmanı versiniz. Yaxşı qurd dərmanları isə Zagrostos, Sarı İran istehsalı olan 3 yerə bölüsüz. Bir tabletka 3 toyuq üçündür. Ondan sonra yəni Zagros da deyirlər, ona Niklasam da deyirlər. Yəni o çox gözəl dərmandır. Onu səhər-səhər ac qarnına verirsiniz və 5-6 saat da 5-6 saat deyəndə 3-4 saat belə yem vermisiniz. Sonra isə buraxırsınız həyətə, bütün damı da təmizləyirsiniz, o bütün qurdlarını tökür. Niklasam, Zagros belə deyirlər ona. 2 cürə adı var. İran istehsalıdır. Çox da yaxşı və güclü dərmandır. İkincisi albenzat alıb verə bilərsiniz və digər dərmanlar var ki, yeminə qatma, suyuna qatma, nə bilim və s. də, yəni uduzdurma var. Panaçu da çox gözəl dərmandır. Yəni o da çox gözəl toyuğun, böyük buynuzlu heyvanların qurdunu tökür. Yəni bax, o qurd ondan ola bilər. Ondan sonra əziz izləyicilər, yəni 40 o qurddan ola bilər. Ondan sonra əziz izləyicilər, yəni toyuqda belə deyək də, broxlarında vaspaleniya, yəni soyuq dəymə olanda toyuq həm qıqqıldayıb, həm də xırıldaya bilər. Yəni bir çoxunuzun bəlkə başına gəlir, xırıldır, belə dama girirsən ki, axşam vaxtı hamısı yatır və xırıltı var, belə bir səslər gəlir, qıx var. Bu yəni soyuqdan, vaspaleniyadan olur. Ona görə onun yerini istələmək lazımdır, antibiotiklər vermək lazımdır, vitaminlər vermək lazımdır və belə deyək, sarımsaq zadlı olar. 1 qram yəni şprislə çəkib boğazlarına araq tökmək lazımdır. Bu belə deyərdim, o xırıltını götürür. Ancaq antibiotiklər mütləq olmalıdır. Yəni vitaminlər belə deyim olmalıdır. Da, yəni sularında, vitamin yemində antibiotiklər olmalıdır ki, o güclənsin. Yenə insan da görürsünüz xəstələrinə soyuq dəymə zad olanda güclü yeyirlər, içirlər ki, belə deyək də özünə gəlsin. Toyuqda da elə. Yəni onu siz belə deyək soyuqladıbsınız, hava soyuq olanda olubdur. Ona görə də yerini istəyib və güclü yeməklər və antibiotiklər belə deyərdim vermək lazımdır. O toyuğa da hansında ki, o xırıltı qıx var. Ondan sonra əziz izləyicilər, qıx olanda indi müəyyən səbəblərdən ola bilər. Yəni bayaq dediyim ki, boğazında qurdu, nə bilim virusdan da ola bilər. Hətta bəzi toyuqlar var ki, indi onlarda nəsə belə hava çönəndə özünüz də görürsünüz ki, qıqqıldayır. Yəni iynə zat vurdurursunuz. İynə də onu deyim ki, mütləqdir. Yəni iynə vurdurmaq mütləqdir toyuğa. Deməli əziz izləyicilər, 3 aydan bir, yəni baxacağam, o haqqda da video yoxdursa çəkib sizinlə paylaşacağam. 3 aydan bir toyuqlara çalışın H vaksini vurdurun. Və o H vaksinini vurulan toyuqlar, əgər belə deyək də, o viruslu havalarda, yağışlı havalardan şey olmur. Yəni qıx olur, bir də görürsən belə hava çönəndə, indi bəlkə bir çoxunuzun başına gəlibdir.
belə kıqqıldayır, xırıldır. Bu da ki yağışlı havanın, yəni havanın viruslu olmağından asılıdır. Onun üçün də yəni iynə vurulubsa ona qorxusu yoxdur. O elə belə virusdur. Hə, yəni toyuq kıqqıldayıb xırıldaya bilər. Onun üçün də onlara belə deyərdim, soğan, sarımsaq, ondan sonra sularına belə deyim, şey qatıb verə bilərsiniz. Istiot, qırmızı istiot, sarımsaq, sirkə, o da xırıltıya qarşıdır. Yəni onu hazırlayırsınız, kanalımda var. 3 gün qalır, 2 gün, 3 gün qalır. Bütün bu sarımsaq, sirkə, bibar, pul bibar, acı bibar bir-birinə tamı çökür. Ondan sonra 10 litr suya 1 qram belə qatıb verirsiniz. Yəni o zadı götürür. Həmçinin də spirtlə belə deyək şey eləyə bilərsiniz. Onun adı nə idi? Stotu, qara acı ya qırmızı stotu qatışdırıb 1 qram çəkib toyuğun boğazına belə spirti ya arağı gündə bir dəfə tökə bilərsiniz. Ya spirtsə bir axşam. O da kıxı yaxşı götürür. Yəni kıx, xırıltı varsa, boğazında viruslar varsa, o araqdır, ondan sonra o stotu qatsız. Bax misal üçün bir 100 qram arağa bir çay qaşığı ya çay qaşığının yarısından bir istiot, qırmızı istiot acı olsun da qatısız keçəcək. Onu da şpritsə çəksiz və toyuğa səhər axşam belə deyim boğazına töksüz. O bütün kıxını, xırıltısını götürür. Yəni həm istiot olduğundan, həm araq olduğundan belə deyək də o virusları götürür. Yəni belə müalicə edə bilərsiniz. Ancaq ki o xırıltı zat olan toyuqlara belə deyim antibiotiklər vermək lazımdır. Yəni bu xırıltı, kıx bir çox səbəblərdən və bir çox belə deyim xəstəliklərdən olur. İndi mən əziz izləyicilər gələn videolarımda, yəni Quşlar TV-yə də biraz vaxt olmurdu, video paylaşamırdıq. Ona görə əziz izləyicilər şey deyəcəyim, yəni o bəndə o kitablar var. O kitablarla məlumatlar verəcəyim ki, hansı xəstəliklərdə hansı dərmanları vermək lazımdır. Çünki xəstəliklər müxtəlifdir və belə deyək də hər xəstəliyin də bir dərmanı var. Ola bizim xəstəliklər bir-birinə bənzəyir, kıxdır, amma siz düşünürsünüz bu xəstəlikdə ancaq yox. Yəni o haqqda məndə o kitab var, orada dəqiqliklə hər şey var və çəkib sizinlə paylaşacağım. Yəni o kitabda demək olar ki, bəlkə nə qədər 100-ə yaxın, bəlkə də 100-dən də çox xəstəliklər haqqında məlumat var. Hamısını bir-bir çəkəcəyəm. Yəni belə deyək də filan xəstəlik heç bilməsəz o xəstəlik nədir? Filan xəstəliyin əlamətləri budur. Bunu edirlər, belə elə. O haqqda və hansı dərmanları vermək lazımdır, onları çəkib paylaşacağam. Yəni belə. Bu haqqda da, yəni kıx haqqda da əgər o kıx oldusa, bayaq dediyim kimi qurd dərmanı verin. Ondan sonra ikincisi ola bilər soyuqlamadandır. Onda antibiotiklər verin. Ondan sonra da bir də spirt, soğan, sarımsaq zat belə doğrayın. Yəni boğazına spirt, araq, udu tökün. Istiotla zatla. Həmçinin də soğan, sarımsaq çox doğrayın verin. O qurdu zadı, mikrobu, virusu zadı o tökür. Bax belə əziz izləyicilər, bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun. Videolarımıza da artıq dərəcədə xahiş edirəm. Həm burada, həm Quşlar TV-də, həm də Lal Ördəklər TV-də like qoyun. Artıq dərəcədə sizdən xahiş edirəm. Bu qədər sağ olun, salamat qalın və gələn videolarda görüşmək ümidi ilə sizdən ayrılmam. Sağ olun əziz izləyicilər.